Salam dostlar. Bu günlərim sizlə bir yerdə başqa bir ümumi sınağa nəzər salasıyıq. Başlayaq elə 31-ci sualdan. Cisim yerin qravitasiya sahəsində şaquli müstəvi üzərində çevrə üzrə bərabər sürətlə hərəkət etdirilir. Hansı nöqtədə cismin yerə nəzərən potensial enerjisi ən böyük olar? Şaquli müstəvidə hərəkət elətdirilirsə, deməli həqiqətən də hündürlük dəyişir. Ona görə də potensial enerjilər bütün nöqtələrdə eyni olmayacaq. Bu söz çox önəmlidir. Çünki əgər sualımız üfüqi müstəvi üzərində olsaydı, o zaman potensial enerji dəyişməyəcəkdi. İndi burada hansı nöqtənin yerdən olan hündürlüyü daha çoxdursa, onun da potensial enerjisi daha çox olacaq. Y potensial bərabərdir mgh düsturuna görə. Hündürlüyü böyük olanın potensial enerjisi də dostlar böyük olmuş olacaq. Cavabımız olacaq B variantı. 32-ci sualda verilmiş konturda cərəyan şiddətinin dəyişmə sürəti 6 dəfə azalarsa, bu konturda yaranan öz-özünə induksiya EHG necə dəyişər? Hər hansı bir konturda induksiya EHG-nin düsturu bilirsiniz ki, mənfi L delta I bölünsün delta T düsturundan hesablanır. EHG-nin neçə dəfə artıb azaldığı soruşulan suallarda bilirsiniz ki, modulundan söhbət gedir burada. Əgər burada cərəyan şiddətinin dəyişmə sürəti yazıbsa, cərəyan şiddətinin dəyişmə sürəti delta I bölünsün delta T-dir. Ümumiyyətlə dostlar, fizikada hər hansı bir kəmiyyətin dəyişmə sürəti deyiləndə həmin kəmiyyəti zamana bölmək lazımdır. Məsələn, maqnit selinin dəyişmə sürəti və ya impulsun dəyişmə sürəti və ya koordinatın dəyişmə sürəti. Baxın, bu kəmiyyətlərin hamısında fikir verirsinizsə, zamana bölməyimiz lazımdır. Yəni, uzun sözün qısası delta I bölünsün delta T cərəyan şiddətinin dəyişmə sürətidir. Cərəyan şiddətinin dəyişmə sürəti əgər 6 dəfə, yəni burada azalmaq yazıb, 6 dəfə azalarsa, o zaman induksiya EHG-miz də 6 dəfə azalar. Təkrar edirəm, buradakı mənfi qiymətin heç bir önəmi yoxdur. 33-cü sualda yazıb ki, uzunluğu 2 metr, müqaviməti 4 ohm olan naqildir, induksiya xətlərinə perpendikulyar formada yerləşmişdir yazıb və amper qüvvəsinin qiymətini hesablamağımızı istəyib. Amper qüvvəsinin düsturu perpendikulyar yerləşən hallar üçün B vurulsun, I vurulsun, L-dir dostlar. İndi burada bizim hansı kəmiyyətlərimiz var? B-nin qiyməti görürsünüz ki, bəllidir. B bərabərdir, bir kənardan yazaq, 0,2 Tesla. Ondan sonra uzunluğumuz var, L bərabərdir, 2 metrdir. Və cərəyan şiddətini tapmağımız lazımdır. Cərəyan şiddətini də düsturunu bilirik ki, I bərabərdir, U bölünsün R, 6 bölünsün 4 bərabərdir, 1,5 amper. Qiymətləri yerinə yazaq, 0,2 vurulsun 1,5 vurulsun 2, cavabımız eləyəcək 0,6 Newton. 34-cü sual, işıq ötürənin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? İşıq ötürənin iş prinsipi işığın tam daxili qayıtmasına əsaslanır şagirdlər. Bu formada yəqin ki, cihazları görmüsünüz. Deyək ki, hər hansı bir dəniz altından və ya səngərdən baxmaq istəyirik qarşı tərəfə. Buradan belə deyək ki, gözümüz vasitəsilə zillənirik və işıq şüaları burada tam daxili, yəni bu formada əks olunur və bu həqiqətən də işıq ötürənin iş prinsipidir. Tam daxili qayıtıma baş verməlidir ki, siz qarşınızdakı mənzərəni nə edəsiniz dostlar? Tamamilə aydın görəsiniz. 35-ci sualda yazıb ki, tezliyi tənzimlənən dəyişən cərəyan mənbəyinə qoşulan eyni lampalar var. Yazıb ki, tezliyin müəyyən qiymətində lampaların közərməsi eynidir. Tezliyi artırdıqda lampaların közərməsi necə dəyişər? İndi dəyişən cərəyan dövrəsindəyik və gördüyünüz kimi bir tutum müqaviməti var. Burada kondensatorumuz var. Bir də induktiv müqavimətimiz var dostlar. XC tutum müqavimətinin düsturu 1 bölünsün omega C-dir. Düsturları yazmaqda fayda var. XL bərabərdir. Omega vurulmuş L-dir. Tezliyi deyilində artırsaq, əgər tezliyi yadınızdadsa demişdik ki, dairəvi tezlikdir. Elə ona biz tezlik gözü ilə də baxa bilərik. Onsuz da dairəvi tezlik bildiyiniz kimi tezlikdən düz asılıdır. Yəni tezliyi artıranda tutum müqaviməti nə edəcək dostlar? Azalacaqdır. Tutum müqaviməti azaldıqda onda kondensatorun, yəni bunun müqaviməti azaldı. Kondensator olan hissədə müqavimət azaldığına görə cərəyan şiddəti artacaq. Deməli, ikinci lampanın közərməsi artacaq. XL-ə gələk.
Tezliyi artırmışıq. Omega artdığına görə XL artacaq. XL induktiv müqavimətdir. İnduktiv müqavimət artdıqda lampanın közərməsini eləyəcək şarjlar azalacaqdır. Deməli, birinci lampanın közərməsi azalar, ikinci lampanın közərməsi isə artar. Cavab olacaq D variantı. 36-cı sualda yazıb ki, skalyar fiziki kəmiyyəti göstərin. Skalyar kəmiyyət bilirsiniz ki, maqnit selidir, fi hərfi ilə işarə olunur. Digər kəmiyyətlərimiz vektorialdır. 37-ci sualda yazıb ki, 45 metr hündürlükdən sərbəst düşən 4 kiloqram kütləli kürəcik tərpənməz üfüqi səthlə mütləq qeyri-elastiki toqquşub dayanır. Bəli, yuxarıdan sərbəst düşən bir cisimdir, yer səthinə dəyir və orada neyəcəkdir? Dayanacaqdır dostlar. Orta təzyiq qüvvəsinin nə olduğunu hesablayın deyir. İndi biz qüvvə ilə bağlı bilirik ki, qüvvə impulsu dediyimiz F vur delta T bərabərdir delta P-yə. Yəni qüvvə impulsu impuls dəyişməsinə bərabərdir. İmpuls dəyişməsi də bu arada sərbəst düşən cisim olduğuna görə bilirsiniz ki, başlanğıc sürətimiz sıfırdır. Əgər başlanğıc sürətimiz sıfırdırsa, başlanğıc impulsumuz da sıfırdır. Onda belə çıxır ki, F delta T əvəzinə, yəni F delta T bərabərdir P yazmaq olar. Son impulsu yazmaq olar. Çünki başlanğıc sıfırdırsa, elə dəyişmə son impulsa bərabərdir. İndi burada hesablayaq görək sürətimiz nə qədərdir dostlar. 45 metr hündürlükdən düşən cismin düşmə müddətini hesablayaq. T bərabərdir sərbəst düşən cisim 2H bölünsün J-yə. Kök altında olacaq 2 vurulsun 45 bölünsün 10. O da bərabərdir 3. T-miz 3 saniyədir. Sərbəst düşən cisim bərabər yeniləşən hərəkət edir. Başlanğıc sürət 0-dır. 10 vur 3 bərabərdir 30-a. Deməli, sürətimiz nə qədərdir? 30-dur. Kütləni 4 kiloqram veriblər sualda. Onda impuls üçün yaza bilərik ki, P bərabərdir M vurulsun V. O da bərabərdir 4 vurulsun 30. O da olacaq 120. Deməli, impulsumuzun dəyişməsi 120-dir. Zamanımızı da 3 saniyə tapmışıq. Ortalama qiymət olaraq F vurulsun 3 bərabərdir 120-yə. F də bərabərdir. Nə qədər olacaq dostlar? 40 Newton. Cavabımız B variantı. 38-ci sual gəlirik. Maraqlı suallardan biridir. Sıxlığı spiritin sıxlığından böyük olan bir cisim gördüyünüz kimi şəkildə ip vasitəsilə tavana bərkidilib, yuxarı hissəyə bərkidilib gördüyünüz kimi. Və sual nədir? Deyir, spirti qabdan bu aşağıdakı kran vasitəsilə boşaldacağıq. Təbii ki, spiritin səviyyəsi get-gedə aşağıya doğru enməyə başlayacaq. Yavaş-yavaş sualı analiz edib işləmək lazımdır dostlar. Və sual budur ki, CD və BC səviyyələrində ipdə yaranan gəlmə qüvvəsi necə dəyişir? Yəni suyun səviyyəsi D-dən C-yə doğru gəldikcə və ya C-dən B-yə doğru endikcə ipdəki gərilmə dəyişərmi və ya necə dəyişər? İndi əvvəlcə bu tipli suallarda dostlar birinci işimiz nədir? Bu Arximed qüvvəsi ilə əlaqəli, xüsusən də ip ilə bağlanan suallarda nətər yazırıq? Əvvəlcə tarazlıq halında olduğuna görə əvəzləyici qüvvə 0 olmalıdır. Əvəzləyici qüvvənin 0 olması üçün aşağı doğru yönələn qüvvələrin cəmi yuxarı doğru olan qüvvələrin cəminə bərabər olmalıdır. Məsələn, bu cismə aşağıya doğru hansı qüvvə təsir göstərir? Təbii ki, ağırlıq qüvvəsi təsir göstərir. Yuxarı doğru hansı qüvvəmiz var? Gərilmə qüvvəsi var. Eyni zamanda maye tərəfindən qaldırıcı qüvvə dediyimiz Arximed qüvvəsi də yuxarı doğrudur. Deməli, ilk işimiz bu qüvvələri yazmaqdır. Yuxarı doğru yönələn qüvvələrin cəmi aşağı doğru yönəlmiş ağırlıq qüvvəsinə bərabər olmalıdır ki, sistem nə olsun dostlar? Tarazlıqda olsun. İndi başlayaq, yavaş-yavaş tənliyimizi yazmışıq, çox rahatlıq artıq. Yavaş-yavaş suyu boşaltmağa başlayaq. Suyu boşaltdıqca, belə yavaş-yavaş mən qələmlə çəkirəm. Suyu boşaldırsınız, suyun səviyyəsi aşağı düşür. Amma bizim şəklimizdə hələ ki heç bir dəyişiklik yoxdur. Batan hissəmiz dəyişmir. Yenə, yəni D-dən C-yə qədər gəldikcə gördüyünüz kimi batan hissədə bir dəyişiklik yoxdur. Əgər batan hissədə bir dəyişiklik yoxdursa, Arximed qüvvəsi dəyişmir deməkdir, düzdürmü? Onsuz da cismin kütləsi sabitdir, mg də dəyişmir. Deməli, gərilmə qüvvəsi də dəyişməyəcək. Yəni, CD səviyyəsində gərilmə qüvvəsi dəyişməz. Avtomatik A, D, Y variantları ələndi. İndi keçək C-dən B-yə. Suyun səviyyəsi get-gedə azalır və C-dən B-yə doğru getdikcə gördüyünüz kimi batan hissə nə edir? Yavaş-yavaş batan hissə azalır. Cismin batan hissəsi azalanda nə baş verir? Arximedin düsturu nətərdir? O, maye, J, V, batan. Batan hissənin həcmi azalanda Arximed qüvvəsi azalır. Arximed düsturumuzu yenidən yazaq. T üstəgəl F Arximed bərabərdir. MG tarazlıq düsturumuz qorunmalıdır. Deməli, Arximed qüvvəsi azaldığına görə gərilmə qüvvəsi nə edəcəkdir? Artacaqdır, çünki cismin kütləsi dəyişmir.
Deməli, C-dən B-yə doğru getdikdə gərilmə qüvvəsi nə edəcəkdir? Artacaqdır. Düzgün cavab olacaq B variantı. 39-cu sual gəlir şagirdlər. Elektron bir cisim maqnit sahəsinin induksiya xətləri istiqamətində sahəyə daxil olur. Əvvəlki sınaqlarda da bunu dəfələrlə demişik ki, dostlar, sualları oxuyarkən, xüsusən də bu sahə suallarını hər zaman altından xətt çəkirik dostlar. Hansı sahə olduğu önəmlidir. Bir cisim maqnit sahəsi yazıb. Maqnit sahəsi haqqında bilirsiniz ki, 3 cür daxil olma demişdik. Paralel daxil olmaq, perpendikulyar daxil olmaq, bir də bucaq altında daxil olmaq. Paralel daxil olmaq deyəndə, yəni əslində burada yazıb ki, induksiya xətləri istiqamətində. Yəni maqnit induksiyasının xətləri deyək ki, sağa doğrudur. Həmin istiqamətdə sahəyə daxil olacaqsa, düzdür, söhbət elektrondan gedir, mənfi yüklə zərrəcikdir. Yəni paralel daxil olmaq deməkdir. Və ya bəzən suallarda deyir ki, maqnit qüvvə xətlərinin əksi istiqamətində proton sahəyə daxil olur. Görürsünüz, bu da paralel deməkdir. Deməli, maqnit sahəsinə paralel daxil olmaq varsa, onda burada düz xətli bərabər sürətli hərəkət var. Nəyə görə? Çünki paralel daxil olanda Lorentz qüvvəsi 0 olacaq. Əgər qüvvə 0-dırsa, təcil də 0-dır. Təcil 0-dırsa, bu necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Deməli, V, yəni sürət, impulsun modulu və kinetik enerji zamandan asılı olaraq dəyişməyəcəkdir şagirdlər. Ya da məsafədən asılı olaraq dəyişməyəcəkdir. Çünki düz xətli bərabər sürətli hərəkətdə sürət də sabitdir, impuls da sabitdir, kinetik enerji də sabitdir. Doğru cavabımız olacaq B variantı şagirdlər. 40-cı suala gəlirik. Yüklənmiş müstəvi hava kondensatoru sabit gərginlik mənbəyindən ayrılmışdır. Əsas sözümüz burada ayrılmışdır sözdür. Ayrılıbsa həmən qırağa yazırıq ki, Q bərabərdir konstant. Yəni elektrik yükümüz sabitdir. Elə cavablarda yüklə soruşulduğuna görə avtomatik A və Y variantlarını eləmiş olduq. Çünki orada dəyişməz yazılmayıb. İndi digərlərinə baxaq. Yazıb ki, kondensatorun lövhələri arasına dielektrik daxil etdikdə S-nin düsturu necə dostlar? S bərabərdir. Epsilon 0 S bölünsündə. Bilirik ki, dielektrik daxil etdikdə epsilon artır. Yəni elektrik tutumu artacaqdır. Elektrik tutumu artar. Digər kəmiyyətimiz nədir? Enerji. Enerji bilirsiniz 3 dənə düsturu var. Q bölü 2, S kvadratı bölü 2, bir də Q kvadratı bölünsün. İkisi hansı düsturu seçəcəyimiz təbii ki, sualda əslində belirtilmişdir. Yəni Q bərabərdir konstant. Ona görə də Q-nin olduğu düstur Q kvadratı bölünsün. 2S-ni seçməyimiz lazımdır. Bərabər W. Q sabitdir. Biz tapdıq ki, tutum artacaq. Tutum artanda enerji nə etməlidir şagirdlər? Azalmalı. Deməli, enerji azalacaq. Yükümüz dəyişməyəcək. Tutum isə artacaq. Doğru cavab olacaq B variantı. Digər sualımıza keçək. 41-ci sualda yazıb ki, top müstəvi güzgüyə paralel istiqamətdə 3 metr böl saniyə sürəti ilə hərəkət edir. Müstəvi güzgümüzü çəkirik dostlar. Müstəvi güzgümüzdür və top güzgüyə paralel istiqamətdə, yəni burada bir top var deyək ki, bu top güzgünün səthinə paralel istiqamətdə hərəkət edir. Bu topun güzgüdəki xəyalını çəkmək üçün perpendikulyar endiririk və simmetrik olaraq bərabər məsafə aparırıq. Təbii ki, cisim müəyyən müddətdən sonra bura çatdıqda xəyal da həmin nöqtəyə gəlmiş olacaq. Yəni simmetriya qorunub saxlanacaq. Deməli, belə çıxır ki, cisimlə xəyal eyni istiqamətdə və eyni sürətlə hərəkət edirlər. O zaman eyni istiqamətdə gedirsə biz nisbi sürət tapanda nə edirdik? Çıxırdıq. Nisbi sürətimiz olacaq 0 dostlar. 42-ci suala keçirik. Kütləsi 2 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin gördüyünüz kimi zamandan asılı qrafiki verilib. 5-ci saniyənin sonunda cismin sürətini hesablayıb. Bayaqda danışmışdıq ki, qüvvə impulsu, yəni F delta T bərabərdir delta P-yə impuls dəyişməsinə. Yenə bu hal üçün gördüyünüz kimi başlanğıc sürət 0-dır. Deməli, başlanğıc impuls da 0-dır. Onda F delta T bərabərdir birbaşa P yaza bilərik şagirdlər. Əvvəlcə onu qeyd eləyək ki, F delta T burada nə var? Hasil var. Hasil varsa, bilirsiniz ki, qrafik verildikdə fiqurun sahəsi tapılmalıdır. İndi qüvvəmiz 4 newtondur. 5-ci saniyənin sonunu istəyir bizdən. 4 newton, buradan 40-40 xətt endirirəm. Və bu fiqur düzbucaqlı fiqurdur. 4-ü 5-ə vuranda eləyəcəkdir 20, yəni qüvvə impulsumuz 20-dir. İmpulsun düsturu MV-dir, kütləni veriblər. Burada qeyd edək MV. Kütləmizi veriblər 2 kiloqram, 2 vurulsun V-yə. Deməli, V bərabər olacaqdır 10 metr bölünsün saniyə dostlar.
43-cü suala baxırıq. Naqillərdəki gərginliklər arasında hansı münasibət doğrudur? Əvvəlcə bu tipli suallarda biz qərar verməliyik ki, bu ardıcıl birləşmədir, yoxsa paralel birləşmədir. Qalvanik elementin olduğunu görürsünüz şagirdlər. Qalvanik elementin hər hansı bir kənarından fərqi yoxdur. İndi böyük bilirsiniz, müsbətdir, balaca mənfidir. Məsələn, bu şəkildə bizə sərf edən balacadan başlayaq, mənfidən. Başlayıq hərəkət eləməyə, gəldik və nəhayət görürsünüz ki, yol ayrıcına çıxdıq, doğrudurmu? Yol ayrıcı o deməkdir ki, bizim artıq iki yolumuz var, biri sağa, digəri sola. Bu ondan xəbər verir ki, bu artıq paralel birləşmədir. Əgər paralel birləşmədirsə, paralel birləşmədə gərginliklər bərabərdir. Gərginliklər, yəni U2 U1-ə bərabər olacaq. Doğru cavab olacaq C variantı. 44-cü sualda radioaktiv çevrilmə qanunu necə ifadə olunur? Yerdə qalan nüvələrin sayı bilirsiniz ki, n bərabərdir n0 bu 2 üstündə mənfi t bölünsün t düsturu ilə tapılır. 45-ci sual difraksiya ilə bağlıdır. Difraksiya qəfəsi üzərinə düşən qırmızı işığı yaşıl işıqla əvəz etdikdə meyl bucağı və qəfəs periodu necə dəyişər? Əvvəla onu deyək ki, difraksiya qəfəsinin periodu bilirsiniz də. Difraksiya qəfəsinin periodu əslində qaranlıq və şəffaf zonaların cəminə bərabərdir. Period dediyimiz şey A, bu da B-dir. Onda qəfəs periodu bir qaranlıq, bir şəffaf zolağın cəmidir. D bərabərdir. A üstə gəl B. Əgər sizin bir qəfəsiniz varsa, bura hansı şuanı, hansı formada göndərirsə göndərin, bu qəfəsin periodu təbii ki, sabit qalar, deyilmi? Çünki artıq qəfəsimiz hazırdır, qəfəsin uzunluqları, ölçüləri sabitdir. Ona görə də qəfəs periodu dəyişməz şagirdlər. Deməli, B, C və D variantları ələndi. Meyl bucağı ilə bağlı danışanda isə biz burada diqqət etməliyik rənglərə. Qırmızı işığı yaşıl işıqla əvəz ediblər. Siz bilirsiniz ki, qırmızının dalğı uzunluğu ən böyükdür, düzdürmü? İndi qəfəsin düsturunu xatırlayaq. D sinus phi bərabərdir K olsun lambda. Yazım ki, meyl bucağı eyni tərtib maksimumlar, yəni K sabitdir. Meyl bucağı və difraksiya qəfəsinin periodu haqqında danışdıq. Meyl bucağı necə dəyişdiyini bilmək üçün dalğı uzunluğunun azaldığını bildik. Qırmızıdan yaşıla keçdik çünki. Qırmızının dalğı uzunluğu böyükdürsə, yaşlanınki da kiçikdir. Dalğı uzunluğu kiçildiyinə görə meyl etmə bucağı da, yəni sinus phi də nə etməlidir? Şagirdlər azalmalıdır. Çünki qəfəs periodu və tərtib sabitdir. Ona görə də doğru cavabımız olacaq şagirdlər. A variantı. 46-cı suala keçirik. Fotoeffekt zamanı verilmiş metal fotokatod üzərinə düşən işığın intensivliyindən zamandan asılı qrafiki var. Gördüyünüz kimi intensivlik burada qrafikdə fikir verirsinizsə durmadan dəyişir. Və bizdən soruşur ki, 0T1 zaman intervalı haqqında nə deyə bilərsiniz? Hansı ki, tezliyi bizə sabit veriblər. Biz indi bilirik ki, katodun üzərində düşən işığın intensivliyini artıranda cərəyan şiddəti və çıxan elektronların sayı dəyişəcəkdir. İndi məsələn 0T1 intervalında baxırıq ki, intensivlik 0-dan T1-ə nə edir? Azalır. Onda bu səbətimizə aid olan bütün kəmiyyətlər azalmalıdır. Yəni doyma cərəyan şiddəti azalmalıdır və eyni zamanda fotoelektronların sayı da azalmalıdır. Baxırıq qədər cavabımız varmı? Bəli, katoddan vahid zamanda qopan fotoelektronların sayı azalır. Kinetik enerji ilə bağlı verilən cavabları onsuz da götürməyəcək. Çünki işığın tezliyi, yəni növ bərabərdir, konstant, sabit verildiyinə görə tezlikdən asılı olan kinetik enerji, saxlayıcı gərginlik, sürət, impuls bunlar dəyişməyəcəkdir. Yəni avtomatik D və Y variantları ələnmiş olacaqdır. 47-ci sualda yazıb ki, hansı qrafik elektromaqnit şüalanma selinin sıxlığının şüalandırıcı nöqtəvi mənbəyədək olan məsafədən asılığını ifadə edir. Şüalanma selinin sıxlığının düsturunu bilirsiniz ki, əslində delta W, yəni enerji dəyişməsinin yəni səth və zamanın hasilə nisbətidir. Bu formada düstur. Ona görə də biz S-in əvəzinə sferik sahəni yazanda düsturumuz bu formada olacaqdır. Delta W bölünsün. S-in əvəzinə yazırıq. 4πr kvadratı vurulsun delta T. Gördüyünüz kimi I R-dən necə asıldı şagirdlər? Tərs mütənasib asılır. Təbii ki, o deməkdir ki, işıq mənbəyindən uzaqlaşdıqca işığın intensivliyi də nə edəcəkdir? Təbii ki, azalacaqdır. 48-ci sualda yazıb ki, düz xətlər hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilib, hərəkət müddətində cismin təcilinin istiqaməti neçə dəfə dəyişmişdir. Bu tipli sualda qrafikə baxanda görürük ki, əslində qrafik iki hissədən ibarətdir. Ona görə də gəlin hissələri yazaq. Birinci hissə və ikinci hissə ayrı-ayrı oxumağa çalışaq. Birinci hissəni oxuyaq. Birinci hissə qələmi qoyursunuz
qrafikin başlanğıcına. Qələmimiz hara doğru gedir? Yuxarıya doğru gedir, düzdürmü? Yuxarı hansı istiqamətdir? X oxu istiqamətdir. Ona görə deyirik ki, birinci hissədə cismimiz X oxu istiqamətində hərəkət etmişdir. Və necə hərəkət etmişdir? Görürsünüz, qrafikin üzü zamana yatandır, üzü zamana meyillidir və ona görə də bərabər yavaşlayan hərəkətdir. İndi nələr deyə bilərik burada? X oxu istiqamətindədirsə, onda sürətimiz necədir? Müsbətdir. Yavaşlayan hərəkət olması üçün, əgər sürət mənfidirsə, sürət müsbətdirsə, təcil mənfi olmalıdır şagirdlər. Ona görə də birinci hissədə təcilimiz mənfidir. Keçək ikinci hissəyə. İkinci hissəndə yenə eyni qaydada qaldığım yerdən qələmi qoyuram qrafikin üzərinə, davam edirəm. Qələmim hara doğru meyl edir? Üzü aşağı, amma X oxu yuxarı doğrudur. Mən isə aşağı doğru gedirəm. Deməli, bu X oxunun nə edir şagirdlər? X oxunun əksi istiqamətindədir. Və bilirsiniz, qrafiklərin təpə nöqtəsində sürət 0 olur, dayanma nöqtəsidir. Ondan sonra, yəni sürət 0 olduqdan sonra hərəkətə başlayanda onsuz da bərabər yeniləşən getməliyik. Çünki başlanğıc sürətimiz 0-dırsa, biz ancaq necə hərəkət edə bilərik? Yeniləşən hərəkət edə bilərik. Düzdürmü? Deməli, bərabər yeniləşəndir. Gəl bunu danışaq. X oxunun əksi istiqamətindədir. X oxunun əksi istiqamətində olduqda sürət mənfidir. Bərabər yeniləşən yazmışıq. Bərabər yeniləşən olması üçün sürətlə təcilin işarəsi eyni olmalıdır. Əgər sürət mənfidirsə, təcil də mənfi olmalıdır. Deməli, fikir verirsinizsə, həm birinci hissədə, həm də ikinci hissədə təcilin istiqaməti X oxunun əksinədir. Çünki hər ikisi mənfidir. Deməli, təcilin istiqaməti verilən hərəkət müddəti boyunca dəyişməmişdir. 49-cu suala gəlirik. Maddi nöqtənin bucaq sürətinin sabit qiymətində, sualın kulminasiya nöqtəsi buradır. Deməli, bucaq sürəti iştirak eləməlidir mənim düsturumda. Hərəkəti zamanı mərkəzə qaçma təcilinin deyir, çevrənin radiusundan asılı qrafiki hansıdır? Mərkəzə qaçma təcilinin düsturu A bərabərdir. Omega kvadratı vurur. olan düsturu seçəcəm, təşəkkürəm. Bucaq sürəti sabit olduğuna görə, deməli, təcil radiusdan necə asılı olacaq dostlar? Düz mütənasib asılı olacaq. Məsələn, bu sualda bizə desəydi ki, xətti sürətin sabit qiymətində, onda A bərabərdir V kvadratı bölünsün R düsturunu seçmək olardı. Davam edək şagirdlər. Keçirik 50-ci sualımıza. Qarşılıqlı təsirdə olan 3 cisimdən deyir A cisminə, digər 2 B və C cisimləri tərəfindən təsir edən qüvvələrin əvəzləyici istiqaməti göstərilmişdir. Görürsünüz, burada bir dənə A cismimiz var. C və B, baxın B buradadır, C də buradadır. B və C tərəfindən A-ya müəyyən qüvvə təsir ediblər və əvəzləyici qüvvə gördüyünüz kimi bu istiqamətdə olur. Deməli, biz məntiqlə deyə bilərik ki, C tərəfindən A-ya təsir sağa doğru olmalıdır. B tərəfindən A-ya təsir aşağı doğru olmalıdır ki, bu iki vektorun əvəzləyicisi ortadan çıxan xətt olsun paraleloqram qaydasına görə, düzdürmü? Deməli, mən 100% bilirəm ki, C tərəfindən A-ya sağadır, B tərəfindən A-ya aşağıdır. Amma sualın şərtində bizdən başqa şey soruşur. Yazıb ki, A cismi tərəfindən B və C cisminə təsir edən qüvvə. İndi baxaq, B cismi A-nı hara doğru cəzb edir? Aşağı doğru. Qarşılıqlı təsir qüvvələri qiymətcə bərabərdir. İstiqamətcə əksdir Newtonun 3-cü qanuna görə. Əgər B A-nı aşağıya doğru dartırsa, A da B-ni yuxarıya doğru dartacaqdır. Deməli, B-yə təsir edən qüvvə yuxarı doğrudur. C cisminə baxırsınız. C cismi A-nı nə edir? Sağa doğru, özünə doğru dartır. Onda A cismi də C-ni nə edəcəkdir? Özünə doğru, yəni sola doğru dartacaq. Deməli, B-yə təsir edən yuxarı doğrudur. C-yə təsir edən isə sola doğrudur şagirdlər. Cavabımız olacaq D variantı. Euler-Venn diaqramı sualıdır dostlar. Doyan və doymayan buxar barəlimizdə. Gəlin bir-bir bəndlərə baxaq. Sabit temperaturda sıxlığı həcmdən asılı deyil yazıb. Sabit temperaturda bilirsiniz ki, bizim sözümüz nə idi? NPRO, konsentrasiya, təzyiq və sıxlıq, yəni napor ailəmiz temperaturun ağzına baxır. Ona görə də həqiqətən də sabit temperaturda doyan buxarın sıxlığı həcmdən asılı deyil. Bir gedəcək doyan buxara. Sabit temperaturda sıxdıqda təzyiq artır, artıq burada təzyiq dəyişirsə, deməli bu doymayan buxarlı ideal qazdır. Nəyə görə təzyiq artır? Çünki bilirsiniz ki, temperatur sabit olanda PV bərabərdir konstant Boyle-Marriott qanunudur. Əgər siz burada sıxırsınızsa, ona yəni həcm azaldırsınızsa, təzyiqi nə etməlidir? Artmalıdır şagirdlər. İkinci getdi. Doymayan buxara.
Üçüncüdə yazıb ki, öz mayeəsi ilə dinamik tarazlıqdadır. Öz mayeəsi ilə dinamik tarazlıqda olan buxara deyirlər doyan buxar. İdeal qaz qanunlarına tabi olan buxar bilirsiniz ki, bu doymayan buxardır. Və sonda yazıb ki, təzyiqi P bərabərdir NKT düsturu ilə hesablanır şagirdlər. Bu da hər ikisi üçün əslində istifadə edə biləcəyimiz düsturdur. Cavabımız olacaq 1, 3, 2, 4 və 5 B variantı şagirdlər. İndi davam edək şagirdlər. Sonra gəlirik 52-ci suala. Havanın temperaturu 32 dərəcə Selsi olduqda Selsi şkalalı termometrin göstərişi Fahrenheit şkalalı termometrin göstərişindən yazıb ki, neçə dəfə yəni fərqləndiyini ifadə edək. Fahrenheit ilə Selsi arasındakı əlaqə düsturunu yazaq. Fahrenheit bərabərdir 1,8 Selsi üstə gəlmiş 32. Selsini 32 dərəcə verdiklərinə görə Fahrenheit bərabərdir 1,8 vurulsun 32 üstə gəlinsin 32. O da bərabərdir. 32-ni mötərizə xaricinə çıxarsaq 1,8 üstə gəl 1. O da bərabərdir 2,8 vurulsun 32. Yəni belə çıxır ki, Fahrenheit şkalasının göstəricisi Selsidən 2,8 dəfə çox olacaqdır. Amma burada Selsi şkalasının göstərişinin Fahrenheitdən neçə dəfə fərqləndiyini soruşur. Onda 2,8 dəfə az yaza bilərik dostlar. 53-cü suala gəlirik şagirdlər. Yazıb ki, hansı ifadə doğrudur? Enerjisi 3,2 elektron volt olan fotonun təsiri ilə Sezyumda fotoeffekt müşahidə olunur yazıb. Sözlərə diqqət etmək lazım. Bəli, olunacaqdır. Birinci ifadə doğrudur. Nəyə görə? Çünki biz bilirik ki, fotonun enerjisi çıxış işindən böyük olmalıdır. Yadınızdadır da, fotonun enerjisi böyük bərabər olmalıdır çıxış işindən ki, fotoeffekt baş versin. Deməli, birinci doğrudur. Platində hansı ki çıxış işi 5,3 elektron voltdur. Fotoeffekt müşahidə olunur yazıb. Doğrudurmu sizcə dostlar? Tamamilə səhvdir. Çünki enerji 3,2 elektron voltdursa, bunun 5,3-ə gücü çatmayacaqdır. Üçüncüdə yazıb sinkdə 4,2 elektron voltdur çıxış işi. Fotoeffekt müşahidə olunmur yazıb. Həqiqətən də olunmur. Doğrudur. Çünki 3,2 elektron volt 4,2-dən kiçikdir və müşahidə olunmur. Kadyumda 2,2 elektron volt. Kadyum 2,2-dirsə bizim enerjimizdən kiçikdir. Orada fotoeffekt müşahidə olunmalıdır. Amma burada yazıb olunmur. Deməli, yanlışdır. Doğru cavabımız olacaq 1 və 3. 54-cü sual gəlir şagirdlər. Yazıb ki, difraksiya qəfəsində 1 mm məsafədə 800 cizgi vardır. Tezliyi də verilib və bizdən soruşur ki, maksimumların ən böyük tərtibini hesablayın. Düsturumuzu xatırlayaq. Difraksiya qəfəsində ana düsturumuz necədir? D sinus fi bərabərdir K vurulmuş lambda. İndi baxırıq nədən istifadə edə bilərik. Burada lambda əvəzinə məsələn tezliklə sürət verilib. Lambdanın düsturunu bilirsiniz ki, lambda bərabərdir S bölünü yazmaq olar düsturumuzda. Hansı ki, qəfəs periodu dediyimiz D nəyə bərabərdir dostlar? L bölünsün N'dir. Onda yazırıq ki, L bölünsün N vurulsun sinus fi bərabərdir K vurulmuş S bölünü, yəni ümumiləşmiş düsturumuz bu formada olur. Bizdən soruşur ki, tərtibin ən böyük qiymətini hesablayın. Sağ tərəfi təmizləyək. Yerimiz çox olsun. Ən böyük tərtib K'dır. K'nı buradan çıxartmağa çalışacağıq. K bərabər olacaq dostlar. Deməli, L vurulsun sinus fi vurulsun N bölünsün. K'nın yanında nə var? N vurulsun S. Bərabərdir. Qoyaq qiymətlərimiz yerinə dostlar. Elimiz nə qədərdir? 1 mm, hansı ki 10 üstü -3 metr deməkdir. Sinus fini burada maksimumların ən böyük tərtibini soruşduğuna görə sinus fini 1 götürəcəyik. Vurulsun tezliyimiz nə qədərdir? 12 vurulsun 10 üstündə 14 bölünsün 800 cizgi, yəni sayımız, zolaqların sayı 800-dür. İşıq sürəti hansı ki 3 vurulsun 10 üstündə 8-dir şagirdlər. Bunları ixtisar eləməyə çalışaq. Yuxarıda nəyimiz var? 12 vurulsun 10 üstündə 11. 10 üstü -10 üstü 14 apardıq. Bölünsün. Aşağıda 8 vur 3. Bilirsiniz ki 24'dür. 24 vurulsun 10 üstündə 10'dur. 10 üstü 10'dan bu ixtisar gedəcək. 120 bölünsün 24. O da bərabər olacaq 5'ə. Deməli, K'nın ən böyük qiyməti nə qədərdir şagirdlər? 5'dir. 55-ci suala gəlirik. Başlanğıc uzunluğu 2 metr olan en kəsinin sahəsi də 6 sm kvadrat olan çubuqda mexaniki gərginliyin nisbi uzanmadan asılı qrafikinə əsasən sərtliyi müəyyən edindir. Bilirsiniz ki, sərtlik K bərabərdir SY bölünsün L0 düsturu ilə hesablanır.
İndi əlimizdə fikir versinizsə burada sahəmiz var. Bəli, çox qəşəng 6-dır. Hansı ki başlanğıc uzunluq L0-ımız da var. Yəni bu kəmiyyətləri xəttiyyə ki, bunlar var əlimizdə. Yung modulu yoxdur. Yung modulunda bu qrafikdən istifadə edib tapa bilərik. Huk qanununa görə sigma bərabərdir Y vurulsun Y-dir şagirdlər. Sigmanın məsələn 16 qiymətini götürsək, 16 megapaskaldır bu arada. Mega 10 üstü 6 deməkdir. 16 vur 10 üstü 6 bərabərdir. Y vurulsun 10 üstündə -3. Y bərabər olacaqdır. 16 vurulsun 10 üstündə 9 paskal. Doğrudurmu? Y-nin də qiymətini alandan sonra gəlin qiymətləri yerinə yapışdıraq. S-imiz nə qədər idi bizim burada? 6 kvadrat santimetr. 6 vurulsun 10 üstü -4. Çünki metr kvadratına çevirmək lazımdır. Vurulsun 16 vurulsun 10 üstündə 9. Yung modulumuzu yazdıq. Başlanğıc nöqtə 2 metrdir. O da bərabər olacaq 48 vurulsun 10 üstündə 5-ə. Əgər bunu 3-0 atsaq, çünki kilo ilə yazın deyib bizə, onda olacaq 4800 kilonewton bölünsün metr şagirdlər. Keçək digər sualımıza. 56-cı sualda yazıb ki, induktivliyi 5 Henry olan, aktiv müqavimətdə 0.6 ohm olan sarğacın uclarındakı gərginlik 2.4 volt olarsa, sarğacın maqnit sahəsinin enerjisini hesablayın. İnduktivliyi görən kimi maqnit sahəsinin enerjisinin təbii ki, insanın ilk ağlına gələn düsturu Li kvadratı bölünsün 2-dir. Və bizim burada induktivliyi bilməyimiz onu göstərir ki, cərəyan şiddətində tapsaq, maqnit sahəsinin enerjisini hesablaya bilərik. Cərəyan şiddətinin ohm qanununa görə düsturu necədir? U bölünsün R-dir. 2,4 bölünsün 0,6. O da bərabər olacaq 4-ə. Qiymətləri yazaq yerinə 5 vurulsun 4-ün kvadratı bölünsün 2. O da bərabər olacaq 40. Sola şagirdlər. 57-ci sualımıza gələk. Germanium 4-cü qrup hansı ki mötərizədə verilib, valentliyi. Kristal üçün uyğun ifadələri müəyyən edin deyir. Məxsusi keçiriciliyi olanda bilirsiniz ki, aşkar daxil etməyə ehtiyac yoxdur. 1-ə gedəcək Y variantı. 2. N tip keçiricilik, yəni negativ. Negativ olması üçün elektronların sayı çox olmalıdır. Ona görə də 4-cü qrupdan yuxarı elementlər olmalıdır. Hansı ki, bu A və B variantları fikir verirsiniz. 6-cı qrup elementi və 5-ci qrup elementi. Aynen B-ni yaza bilərik negativ olanlara. Digərinə isə keçirik P tip yarım keçiricilik. Əgər P tip keçiriciliyi almaq istəyiriksə, onda gələn aşkar elementin valentliyi F sahibindən kiçik olmalı, yəni 4-dən kiçik olmalı. Hansı ki, C və D variantında fikir verirsə, valentliklər 3-dür. Deməli, yaza bilərik ki, 3-də də cavab olacaq indium və alüminium. 58-ci suala keçirik şagirdlər. Elektrik sabitinin vahidini uyğun düsturdan istifadə etməklə beynəlxalq sistemin əsas vahidləri ilə ifadə edin deyir. Uyğun düsturlardan istifadə edin. Elektrik sabitinin biz əvvəlcə Coulomb sabiti ilə əlaqəsini bilirik ki, 1 bölünsün 4 pi epsilon 0-dır. Hansı ki, Coulomb sabitdə K bərabərdir F R kvadratı bölünsün Q1 vurulmuş Q2-dir. Yadınızdadırsa Coulomb qüvvəsindən çıxırdı. K-nın vahidi nədir? Coulomb sabitinin vahidi 1 Newton vur metr kvadratı bölünmüş Coulomb'un kvadratıdır. Elektrik sabiti gördüğümüz kimi Coulomb sabitinin tersidir. Onda elektrik sabiti yani epsilon 0'ın vahidi olacaq. 1 Coulomb'un kvadratı bölünsün Newton vurulmuş metrin kvadratı. Beynəlxalq sistemin əsas vahidləri ilə bunu açmağa çalışsaq, Coulomb'un vahidi amper vurulsun saniyədir. Ona görə amper kvadratı vur saniyə kvadratı olacaqdır. Bölünsün Newton nədir şagirdlər? Newton F bərabərdir EMA düsturundan kilogram vurulsun metr böl saniye kvadratıdır. Yazaq kilogram vurulsun metr bölünsün saniye kvadratı vurulsun geriye qaldı metr kvadratı. Biraz səliqəyə salar ifadəmizi şagirdlər. Deməli yuxarı saniye kvadratı aşağıda da bu yuxarı adlayacaq. Olacaq saniye üstündə 4. Amper kvadratı saniye üzəri 4 bölünsün kilogram vurulsun metrin kubu ifadəsini almış olacaq şagirdlər. 59-cu sual yazıb ki, radioaktiv elementin yarım çevrilmə periodu 6 sutkadır. Neçə sutka ərzində nüvələrin 8-də 7 hissəsi çevrilər. Bu sözlərə diqqət etmək lazım şagirdlər. Yerdə qalanla çevriləni qarışdırırlar bəzən. Çevrilər deyiləndə delta n-in düsturudur. Delta n bərabərdir. N0 vurulsun 1 çıxılsın 2 üstündə. Mənfi t bölünmüş t'dir. 8-də 7 hissəsi deyirsə, yəni delta n-in yerinə 8-də 7 n0 yazırıq. Bərabərdir. N0 vurulsun 1 çıxılsın 2 üstündə. Mənfi t bölünsün. Period 6 sutkadır. Periodun yerinə 6 yazacağım. N0'lar ixtisar getdi. 8-də 7 burada, 1 də burada.
Onda belə çıxır ki, 1-dən 8-də 7-nin çıxanda nə verəcəkdir bizə? 2 üstündə mənfi t bölünsün 6 bərabərdir 8-də 1-ə. Hansı ki 8-də 1 nədir? 8-də 1, 2 üstündə mənfi 3-dür. Deməli, t bölünsün 6 bərabərdir 3-ə, t də bərabərdir 18-ə şagirdlər. 18 sutka zaman lazımdır ki, 8-də 7 hissəsini neynəsin? Çevrilsin. 60-cı suala gəlirik şagirdlər, sonuncu sualımızdır. Eyni kütləli iki yaylı rəqqasın rəqs tənlikləri verilib gördüyünüz kimi. Rəqslərin tam mexaniki enerjiləri nisbətini hesablayın. Şagirdlər, bu rəqqaslarda tam mexaniki enerjilər soruşulanda bilirsiniz, əslində tam mexaniki enerji deyiləndə kinetik və potensial enerjilərin cəmidir bu. Amma eyni zamanda biz bilirik ki, tam enerji əvəzinə ya kinetikin maksimal qiymətini, ya da potensial enerjinin maksimal qiymətini yaza bilərik, doğrudurmu? Çünki kinetik enerji maksimum olanda potensial sıfırdır. Potensial enerji maksimum olanda kinetik enerji sıfırdır. Deməli, tam enerjinin əvəzinə nə yaza bilərik şagirdlər? Kinetik və ya potensial maksimum yaza bilərik. İndi məsələn, burada bizə hansı sərf edir? Təbii ki, kinetik enerji sərf edir. Yəni, gəlin Y tamın əvəzinə Y kinetik maks yazaq. Və birinci üçün kinetik maksı tapmağa çalışaq. Y1 bərabərdir. Eyni kütləlidir. M vurulsun. V1'in kvadratı bölünsün 2. Təbii ki, burada maksimum sürətdən söhbət gedir. Y2 üçün yazsaq, Y2 bərabərdir. M vurulsun V2 maksın kvadratı bölünsün 2. Doğrudurmu? Kinetik enerjinin düsturlarını seçdim tam enerji əvəzinə. Bizə deyir ki, Y2'nin Y1'ə nisbəti 6-6 böləndə Y2 bölünsün Y1 bərabər olacaqdır nəyə dostlar? V2 maksın kvadratı bölünsün V1 maksın kvadratına. Sağ tərəfimizi yenə burada təmizləyək. İndi V2 maksın kvadratı bölünsün V1 maksın kvadratı yazıram. Hansı ki sürətin amplitud qiyməti nəyə bərabərdir? Xm vurulsun omegaya, düzdürmü? İkinci tənliyimizə baxaq. Xm nə qədərdir? 4. Yazıram 4, 4 vurulsun. Omegamız nə qədərdir şagirdlər burada? Omega t'nin qabağında durandır. 9, 4 vur 9 kvadratı bölünsün. V1 maksimuma baxaq. V1'in deməli xm'i nə qədərdir? 2'dir. Omegası 6'dır. 2 vurulsun 6'nın kvadratı olacaqdır şagirdlər. Deməli belə çıxır ki 36 vurulsun 36 bölünsün 12 vurulsun 12'dir. 36 bölü 12 3 eləyəcək. Bu da 3 eləyəcək. Cavab olacaq 9 şagirdlər. 60-cı sualımızda belə. Diqqətinizə görə hər birinizə təşəkkür edirik dostlar. Hər birinizə uğurlar.